Konferans liqasında məsələn finala gedə bilərmi Qarabağ? Bu ilki Qarabağ, Çempionlar Liqasında play-off oynayan Qarabağ. Bilsən, insanlar elə fikirləşir ki, sanki Qarabağ Çempionlar Liqasındakı nəticələrdən sonra, yəni siz təsəvvür edin, artıq insanlarda belə bir fikir formalaşıb ki, Qarabağ Konferans Liqasında hətta çempion da ola bilər. Yəni komandanın gəldiyi nöqtəyə bax. Bəli. Yəni bu səslənməsi belə möhtəşəmdir də. Yəni həqiqətən də bu niyə belədir? Çünki o Konferans Liqası, amma burada bir məsələ də var. Artıq o UEFA-nın təqvib elədiyi Çempionlar Liqası, UEFA Avropa Liqası və Konferans Liqasındakı o komandalara baxanda sözün açığı insanlar fikirləşir ki, əgər Qarabağ nə bilim Newcastle-la, tutalım ki Benfica ilə, Atletiklə və yaxud da digər komandalarla belə mübarizə aparırsa, çox təbiidir ki, Konferans Liqasında niyə məsəl üçün finala qədər gəlib çıxmasın? Yəni bu normal düşüncədir. Amma unutmasınlar ki, nə qədər də düzdür, bu iki Konferans Liqası elə də çətin görsənməsə də, yəni oradakı komandalar da artıq o hansı ki növbəti mərhələyə yüksələn komandalar var, onların belə bu real görsənmir məncə. Məncə də orada bəzi klublar var ki, yəni real deyil. Sadəcə bəli, daha çox irəliləyə bilərik. Məsələn 4-1 final. Amma yəni finala gəlib çıxmaq o qədər də yəni real görsənmir. Fantastik olar da bu deyərdim.